Yağışın sesini eşitirsen mi? O benim sesimdi, dinle yüreğden. Havaya yakışan dönmüşem gülüm. Alarsan edrimi, alarsan edrimi, ay sen güleyden. Havaya yakışan dönmüşem gülüm. Alarsan edrimi, alarsan edrimi, ay sen güleyden. Öpsen bu yağışı, beni görersen. Yağıştan gül biter, onu derersen. Gülleri sinenin üstte serersen. Hardasın sevgilim, harda diyersen. Çekildim buluta, göylere yine. Kaçırdım havaya, dumana cana. Kayıttım yeniden, döndüm ben sana. Ayrılabilmirem, ayrılabilmirem. Sevgilim senden, den. Öpsen bu yağışı, beni görersen. Yağıştan gül biter, onu derersen. Gülleri sinenin üstte serersen. Hardasın sevgilim, harda diyersen. Öpsen bu yağışı, beni görersen. Yağıştan gül biter, onu derersen. Gülleri sinenin üstte serersen. Hardasın sevgilim, harda diyersen. Öpsen. Bravo. Necə? Çox dingildiyirdi. İlbis deyir ki, onlar niyə deyir 12 nəfər oturublar? 2 dənə Coşqun, 2 dənə Kamil, Çəp görür ona görə. Faiq, Çəp görür. 2 Murad, Onlar fikirləşir. Nigarı 4 dənə görür. Ne güzel. Buyurun. Göz- Maska və təbii ki Gözləri çəp tax, ona görə bizi 2-2 görür də. Sizdən başlayaq elə Faiq bəy. Nə gördünüz? Nəyi Deməli, xüsusi olaraq ip diqqətinizi uclarına görə burada bir Murad da onu qeyd elədi. İndi deyəcək ki, mən dedim. Yo, niyə siz qeyd elədinizsə, Murad onu qeyd elədi, sözü deyildi. Ona görə mən heç nə demirəm. Hə, yəni müəllifliyi təsdiqlədim ona görə. Murad da o ipucularında olan o sözə fikir verdi. Mən də təyyarələr dedi. Biz də bilirik ki, Mir Yusuf. təyyarələr mahnısını, yo. O ağ təyyarədir. O ağ təyyarədir. Buradasa təyyarələrdən danışırsa, Natavan Həbbinin təyyarələr mahnısı var və yanılmıramsa elə Murad yazıb. Murad yazıb mahnını və Bu çok hasandı. daha bir mənə də elə gəlir ki, bəlkə üzdə olanları bilərəkdən belə eləyiblər ki, biz bu versiyanın arxasıca gedər. Bir də dedi ki, bizi bir yerdə görürsüz, bir yerdə oluruq, amma adətən ayrı-ayrıyıq. Bu da W triodur, Röya, Elnarə və Natavan. Yine de çok hasandı. Kamilə xanım, Aycan. necədir bizim İlbisimiz? Çok şirindi. Gözleri, dodakları, gözü, buynuzları, şalvarı, akkaşları çok güzeldi ve bizim de könlümüzü çok hoş elədi. Elindeki nedir? Tatlıdır. Sorma xoruz. Ne? Aa, horuz. Şirin xoruz. Ona bizim dildə qaqqa deyirlər, qaqqa. Ayıl biz tatlıdır. Bak deyək ki, sənin də ifan çox tatlıdır, özün də çox şirinsən. Çox sağ ol ki, bugün bizlə bərabərsən. Nigar Camal.
Mənə gəlir ki, sözlü adam oxşayırsınız. Çok şirindi. Hakikaten çok şirindi. deyirsiniz? Yok. Ha. Çok şirindi. Ya əslində ağaya da deyə bilərsən, yox? Hey, bir dəfə. Qulaq. Çok şirindi. Bu artıq sənin içində ağa. Aslında çok şirindi, çok böyle aktifti. His olunur ki cavan insandı. Belki idmanla meşgul bir insandı. O da olabilir. Ama nedense ben düşünürüm ki ben öyle gelir ki Aysel'di. Bilmirəm niye. Onun sesi biraz onun böyle var, bu havası. Yani böyle düşünürüm. Bilmirəm. Coşqun bəy, xanımdır, bəydir fikrinizcə, ümumiyyətlə çıxışından, Gələndə ifasından, bəyə səsindən. oxşadı, amma çıxışından xanımdır. Nə belə baxırsınız mənə? Mən maraqlı ki, gələndə nə ilə bildirdi ki, bəydir bu? Yəni yerişi çox belə samballı yerişi. Kişi yeriyirdi. Sən demə, kürəyində yükü varmış. Evi varmış. Dərsə gedən bir uşaq. Ha. Evi yox. Amma gözlərin sənin bizi dörd görsə də çox şirinsən. Çıxışın da çox gözəl oldu. Mən elə gəlir, tamaşaçı səni sevdi. Geyimin də çox müasir. Amma variantlar burada təxminlər... Mənə də apardı ya, ora qrupa apardı mənə də. Elnarı qrupa? ola bilər. Əziz dedektiv həmkarlar, sayğı dəyər, bu sözdə yeri gəlmişkən Faiq Ağayevindən öyrənmişəm. İlbizin bir xüsusiyyəti var. İlbiz yağış yağandan sonra meydana gəlir. Belə sürüşə-sürüşə. Çox sürüşkən heyvandır İlbiz. Canlı deyəndə, heyvan Həşərat. deyəndə. Həşəratdır desək bəlkə daha doğru olar. Bununla belə İlbiz həm də bir müdriklik və qədimlik daşıyır. Hem de yemeği var böyle. Bəli. Baxmayaraq ki, əlində şirin quşla bizə çox yüngül məcaz obrazını çatdırmaq istəyir, amma İlbiz düşünən və düşündürən bir personajdır. Və biz bunu gələn həftələrdə əgər qalsa, görəcəyik. Təxminlərimə gəlincə isə Natavan versiyası maraqlıydı, amma çox üzdə olan versiyadır. Bir də Natavan biraz ağır davranır səhnədə. Səhnədə ağır davranır. Bəlkə səni anlatmaq istəyir. İnanmıram. Niveru. Bax, Stanislavski mən sənə demiş bir ki, söz deyim, İnanmıram. Murad. Deməli, birinci maskadan bir neçə iştirakçının dediyi söz qulağımda sırğı oldu. Deyirdilər ki, mən bu maskanın arxasında nəyi maskasız olanda eləyə bilmirəm, çəkinirəmsə, maskanın arxasında cəsarət gəlir. Birinci İstədiyimi mövsümdən eləyə danışırsınız bilirəm. da? Birinci mövsümdən. Birinci mövsümdən danışıram. Bir neçə iştirakçı onu dedi ki, mənə maska imkan yaratdı ki, mən istədiyimi eləyim. Onsuz da tanımırlar axı Amma kimi. Faiq bəy, eyni düşüncə ilə biz həmkarlarımızın səhnə arxası obrazlarını da tanıyırıq. Səhnə arxasında da Natavan belə atlanıb düşmür. Və Şirinquş nədir? Bax, mənə maraqlıdır ki, niyə o aksesuarı Demək istəyir ki, mən təzəyəm də, yeniyəm, hiss ola bilərəm Belki misal gelin üçün. dinle. Hiss ola bilərəm. Hə. Belki ipuculara kulak alsak. Yox, baxaq da. doğru yalan. Doğru yalan. Doğru yalan. Bəli, bu məlumat olacaq, amma Murad, onu da Məndən bu əlavə edeyim qədər. ki, təbii ki, iştirakçılar, məşhurlar bu maska ilə vəhdət təşkil etməlidir. Onlar çalışırlar ki, geyimlərinə, maskalara uyğun hərəkət etsinlər. Bununla sizi də aldada bilərlər. Bilirəm, amma bəzən inanmıram axı ki, o ola bilər. Amma versiyan gözəl O da sizin versiyadır. təbii Hiss. ki, Çox gözəl versiyadır. İstəyiniz hiss. və ən əsası dəyərli detektivlər. İndi o özü haqqında ki məlumat verəcək, yanlış və doğru məlumatları. Təbii ki, auditoriyamız hazırıqmı? Əla! Siz də kömək eləyəcəksiniz. O özü haqqında ki məlumat verəcək. Biri doğrudur, biri yanlışdır. Buyurun, dəyərli bizim İlbisimiz. Özünüz haqqında birinci məlumat. Çanta kolleksiyam var. Çanta kolleksiyan var dedi birinci məlumatda. Sonra ikinci məlumatı da eşidək. Özümü qorumaq üçün 2 il Aikido ilə məşğul olmuşam. Özümü qorumaq üçün isə 2 il Aikido ilə məşğul olmuşam dedi. Birinci məlumat. O dedi ki, mənim çanta kolleksiyam var. Sonra dedi ki, özümü qorumaq üçün Aikido ilə məşğul olmuşam. 2 il. Gördüyünüz kimi,
50-50-yə hər ikisinə prinsip etibarla alqış gəldi. Murad, Bütün xanımların Çanta kolleksiyası çanta var. kolleksiyası olmayan xanım çətin Kəmilə olar. xanım, varınız da sizin Ələxsus çanta kolleksiyanız. Məşhurlar arasında. Yəni xanımların çoxunun varıdır. Məndə yox. Kolleksiyadır. Məndə yoxdur. Məndə yox. Kolleksiya başqadır da. özüm Bir üçün bax, demədim. çanta Özüm- çoxdur, o başqadır. Xanımların çoxunun kolleksiyası var. Kolleksiya məhz. Yəni xanımlarda qədimdən var. hansısa var, belə deyək belə. Mən bilən Məndə yoxdur. Safurada Bir var. söz deyim, kolleksiya o demək deyil, bunlar servantda saxlayıb toxunmurlar. Bəli. Kolleksiya odur ki, o bilmirəm brenddən alıb, bu brenddən alıb, deyək ki, bir 10 dənə, 15 dənə çantanı yığıb xanımların da ən zəif yeridir. Çanta o cümlədən. Ona görə kolleksiya işlək kolleksiyadır da, yəni. Muzey kolleksiyası Ancaq deyil. xanımlarda olur bəyəm Bəylər çanta. çanta kolleksiyası yığmır. Amma qadınlar o barədə biraz Amma Coşqun bəydə çoxdur deyəsən. hansı biz idmanla məşğul olan tanınmışı özü də Aikido ilə. Əminə olsa Şirin, da- Əminə Əminə Şirin şərq döyüş növləri ilə məşğul Dördüncü olur. var yəni. mənə elə gəlir ki, hisslə nəyləsə məşğul olur. Yox, 100%. Aikido konkret yazılıb Aikido. Mən çox üzr istəyirəm hamınızdan. Faiq bəy, ələxsus sizdən soruşmaq istəyirəm. Siz burada müğənni eşitdiniz? Yoxsa səsi olan bir sənətçi, Mən artist? burada məni aldatmaq istəyən, mən parodiyaçıyam, mən müğənni deyiləm bir mesajı hiss elədim o oxumaqdan. Bəlkə də bilə-bilə oxumağını belə eləyib və ya bacardığı doğrudan budur. Burada təyyarələrdən çox söz düşdü və mən bildiyimə görə mənim əziz həmkarım Hüsniyə də şərq döyüş növləri ilə məşğul olub və o da demək olar ki, təyyarələrdə qalıb. Çünki layihədən layihəyə, Bakıdan Birləşmiş Ştatlara gedib gəlməyi var. Bax, Hüsniyeva belə dayanır. Yox deyə O burada qədər Hüsniyə. əsəbləşdirmişəm Hüsniyəni. Bax, belə dayanıb mənə baxıb. İndi elə bil Hüsniyəni gördüm orada. Təşəkkürlər. Kamilə xanım sizə davam edək. Əslində Muradın dediyi Hüsniyə versiyasına doğrudan da Hüsniyəyə çox oxşayır. Amma Hüsniyə burada deyil axı, onun belə stili, duruşu. Nə mənada? Gələ bilər də. O maskada Hüsniyəni görmürsən? Görmürəm mən. Amma Söhbət bir edirəm. dənə də başqa versiyam var. Bayaqları söylədi qrup, hə? Bizdə bir qrup da vardı. Bizim qalibimiz kimidir bundan əvvəl? Dilarə, gözəl canavarımız. Onların bir qrupu vardı, yox? Milk and Kisses. Aha. Və orada Ülviyə Rəhimova da vardı. Bəlkə elə Ülviyədir. Yox, mən üzr istəyirəm, düzəliş edim. Milk and Kisses-də Fəridə Neysinlə Dilarə idi. Onda mən səhv saldım. Amma Ülviyə Dilarə ilə Bəribaxtda oxuyub. Vəssalam da Şöyle də oxuyub. Diana Hacıyeva da oxuyub. Hə, amma görürsüz belə fikir olaraq gəldim, amma tam doğru yolda değildim. Nəsə ağlımdan Ülviyə Rəhimova keçdi, bilmirəm niyə. Son təxmininiz nədir Coşqun bəy? Elnara Xəlilova. Elnara Xəlilova. Faiq Ağayev. Ayam baba Kişiyeva da ola bilər ha. Nigar Camal. Nəfəs. Nəfəs. Hardan gəldin ora? Nə bilim, o da belə şeylər eləyir də qəribə. Kamilə xanım, son təxmininiz. Ülviyə Rəhimova. Ülviyə Rəhimova və Murad Arif. Hüsniyə. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? İlbis maskası arxasında kimdir? İkinci qarşıdurmanın sonuna gəldik, çatdıq. Birazdan səs verməyə başlayacağıq. Amma ikinci qarşıdurmanın birinci maskasını bura dəvət etməliyik. Vəzir gəlir! Vəzir burada, İlbis burada. Səs verməyə keçdəcəyik. İkinci qarşıdurmanın sonunda bilirsiniz ki, səs verəcəyik. Və baxaq görək kim növbəti mərhələyə kimisə gözləmə otağına maskanı çıxarmağa namizəd olacaq. Bir daha əvvəldən deyim ki, çox səs toplayan maska
maskanı çıxarmağa namizəd olacaq. Auditoriya səs verəcək. Amma detektivlərimiz məsləhət edəcəklər. Maraqlıdır, kimi məsləhət edəcəklər? Kamilə xanım, kimi? Uzun danışmayacağım. Elə qısa. Hər Əla. ikiniz çox gözəlsiz, dörd göz. Sən hələ bizi bir 5, 6, 7, 8 gözlə də görməyə davam elə. Amma niyə görəsə, mən vəziri tanımaq istəyərdim. Buyurun, davam edirik. Nigar sizinlə. Kim? Kim geçsin ya qalsın. Kim bugün maskasının açılmasını istərdiniz? Hansı maskanın maskasının açılmasını istərdiniz? Məsələn. İkisi de çok güzel maskalardı əslində. Aha. Kim sizə maraqlıdır? Kim mənə maraqlıdır? Mən istərdim ki, İlbiz qalsın. Aha. Maskanı, vizirin maskası açılsın. İlbiz dediniz. Murad. Ağa, Bəli. ikinci verişimizdir. Birinci verişdə əlimiz də, ağzımız da elə yandı, elə yandı. Sözümü nəyə gətirirəm? Bəzən bir maskanın heç kim şəxsiyə götürməsin bu sözləri, fikrimin canı var. Bəzən bir maskanın zəif, təsəvvürümüzcə maraqsız, bilirəm səs yarışması deyil, amma səs etibarilə də gücsüz performansının arxasında birinci verilişdəki kimi çox güclü bir səs və maraqlı insan çıxır. Hə. Bəli, doğrudur. Ona görə də mən istəyərdim ki, vəzir mənim bu sözlərimi şəxsiyə algılamasın. Çox güman ki, vəzir siz inanılmaz rəngarəng, istedadlı, baməzə, bizi heyrətləndirəcək bir insansınız. Amma bu buraxılışda, bu cütlükdə istəyərdim ki, sizin maskanız açılsın. Vəzirin maskası açılsın. Coşqun bəy, sizlə davam edək. Sizin fikriniz maraqlıdır, məsləhət elədiyiniz. Biri samballı bizim vəzirimiz. Yəni həm çıxışı, həm gəlişi. Biri isə şirin quşumuzdur bizim. Valla bağda bezdirmişsiniz mənim. Birazdan vaxtımızdır, gələcəksiniz. Nə ağac qoyursunuz, nə göyərti qoyursunuz, nə yarpaq qoyursunuz. Özü də yüzlərlə balalı. Sizi bağda tapmayıb bura gəlib də. Hə. Coşqun müəllim, ördək alın, ördək elə yandırır onları, elə yandırır ilbizləri. Hə, ilbizlərin qənimi ördəkdir. Yaxşı, mən ördəyi hardan alım? Mən sizə gətirərəm, ördəklərimizdən birini verərəm sizə. Vəssalam, maska şovda ördək də qazandınız. Ördək getsin. Buyurun, kim? Ördək neymiş, deyə. İlbiz getsin. İlbiz getsin dediniz. Oh. Səs verin. Yəni İlbiz maskasını açsın dediniz də, düzdürmü? Açsın. Hədə indi hamısı xırdalayım deyim sənə. Bir kəlmədən başa düşlər əmətliyin nəvəsi. Mən xoşlayıram xırdalamaq. Buyurun, Faiq bəy. Çok maraqlı ticari fakt sizə söyləyəcəm. Coşqun bəy, Kamilə xanım. Çox maraqlı ticari faktdır. Mən özüm belə heyrətləndim. Sən demə, Azərbaycan Fransaya İlbiz göndərir. Bəli, yeməyə, bəli. Mən İlbizin elə Azərbaycanda qalmasını istəyirəm. Niyə gedir Fransaya? Nə var orada? Faiq bəy, o dedi sabahdan yeni biznes növbə açacaq. Hara gətirib? Bağda doludur. Sən Allah, İlbizi hara gətirib? İnansan mənim həyətimdə nə qədərdir. Axşam çıxırsan izlərinin belə sayı hesabı yoxdur. Mən də istəyirəm bir dəfə yığım göndərim Fransaya ki, heç olmasa 5-10 manat pul gəlsin. Əvəzində. Buyurun Faiq bəy, kimi məsləhət görürsünüz? Maskasının açılmasını məsələn istəyərdiniz? Yol böyüyündür və təbii ki, taclı nümayəndə burada daha böyükdür. Yəni, bizə ikinci taclı adam lazım deyil. Bəli, mən də vəzir söyləyəcəm. Mənə maraqlıdır ki, bu maskanın arxasında kimdir axı? Mən bayaqdan çabalayıram, tapa bilmirəm kimdir. Ona görə vəzir bu günləri biz xəfiyyələr, detektivlər tərəfindən 4 dənə səs qazandı. Hoppa. Amma auditoriyamızın fikri necədir onu bilmirik. Auditoriya, siz səs verəcəksiniz. Biz həll eləmirdiksə niyə soruşursunuz? Siz məsləhət edirsiniz. Bəlkə təsir ediniz onlara. Bəlkə də təsir eləmişsiniz. Və siz səs verəcəksiniz. Hansı maskanın səsi çox olsa, çox səs gəlsə, o maska təbii ki, maskanı açmağa namizəd olacaq. Az səs toplayan maska isə növbəti mərhələyə keçid alır. Əgər siz vəzirin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz İlbisin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın. Bəli, maraqlıdır. Görəsən kim növbəti mərhələyə keçid alacaq?
Stop. Səs vermə dayansın. Və hal-hazırda nəticələr hesablanır. Maraqlıdır görəsən hansı maska növbəti mərhələyə keçid alacaq? İlbiz, Vəzir. Maraqlıdır növbəti mərhələyə hansı maska gedir? İlbiz yoxsa Vəzir? Növbəti mərhələyə keçir. İlbiz növbəti mərhələyə keçid alırsınız. Siz isə gözləmə zalına və maskanı açmağa namizədsiz. Hər ikinizi yola salırıq. Buyurun İlbiz və Vəzir.